Fiziki məhdudiyyəti olan Asif Qasımov uzun illərdir ki, oymaçılıq sənəti ilə məşğuldur. Hobbi olaraq başladığı bu sənət indi onun həyatının ayrılmaz bir hissəsinə çevrilib. Rəssamlıq kursuna yazılmışdım, rəssamlıqdan başladım. Sonradan hobbi kimi bu işə yaxınlaşdım. Məndə daha çox oymaya, yəni belə deyək, əlim yatdığı üçün sonradan birbaşa bədii oymaya keçdim və bunun məndə dağlandı. Ondan sonra bir müddət sonra öz şəxsi emalatxanamı açdım və həm ölkə daxili, ölkə xarici sərgilərdə iştirak elədim. Bizim bu mərkəz 2021-ci ildə açılanda, hətta ondan qabaq da mənə bizim nazirlik tərəfindən başqa yerlərdən təklif olmuşdu ki, belə mərkəzlər açılsa işləyirsiniz. Mən də demişdim ki, təbii ki, işləyərəm. Öz əl işlərinin şəxsi olaraq satışı ilə məşğul olan Asif bəyi sevindirən xəbər isə artıq əl işlərini xüsusi portal vasitəsilə daha az vergi ödəmə ilə sata biləcəyidir. Mən uzun illərdir bədii oyma ilə məşğul olduğum üçün mən öz əl işlərimi, şəxsi əl işlərimi fərdi qaydada bizim təşkilatçılığın təşkil elədiyi satış sərgilərində oluram və satmışam da. Cənab Prezidentin verdiyi sərəncama əsasən bizim satış daha da biraz rahatlaşdığı üçün cəmi bildiyiniz kimi 2% oldu vergisi. İndən belə ümid edirik ki və çox sevinirik ki, bizim dövlət tərəfindən təşkil olunan sərgilərdə və satış yerlərində bizim əl işləri satılıb və faiz dərəcəsindən biz daha çox qazanacağıq. Çünki cəmi 2% yəni vergi qoyulubdur. Bu da çox gözəldir. Yəni dövlət başçısının təsdiqlədiyi vergi məcəlləsində edilən dəyişikliyə əsasən əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünə məşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində yalnız 2% vergi tutulacaq. Bu qanunvericiliyi aktı ilə benefisiar əlilliyi olan şəxslərin əl işlərinin Nazirliyin rəsmi internet saytında elektron ticarət qaydasında satışından əldə olunan gəlirlərdən məcburi dövlət sosial sığorta ödənişlərinin tutulmaması, ödənilmə mənbəyindən yalnız 2% vergi ödənilməsini nəzərdə tutur. Bu da onu göstərir ki, yeni qanunvericilik aktında olan dəyişiklikdə əlilliyi olan şəxslərin yaradıcılıq inkişafının artırılmasına, onların yaradıcılıq potensialından gəlirlərin əldə etməsinə müsbət nəticələr verir. Qeyd edək ki, əl işlərinin elektron qaydada satışı üçün xüsusi portalın yaradılması işləri davam etdirilir.